Vurmuşam uşağı, öldürmüşəm uşağını. 5 oğlu, 5 qızı var. Atıblar, bura çıxıb gediblər. Əlində bıçaq olan yaşlı kişi yaşadığı evdən çıxaraq binanın həyətində oynayan uşaqlara hücum edir. Bir neçə dəqiqə ərzində uşaqlara qorxulu anlar yaşadır. Görüntülər Sumqayıtdandır. Polisə də şikayət eləmişik. Bax, burada bir dənə uşağı belə bıçaqladı bu. Bax. Sumqayıt şəhər sakini Qadir Ağaçiyev Dinas TV-yə bildirib ki, yaşlı insan uzun müddətdir 41-ci məhəllədə tək yaşayan 88 yaşlı Şahüseyn Qəmbərovdur. Övladları olsa da ona yaxın gələn yoxdur. Mövcud vəziyyət qonşuları və azyaşlı uşaqları ciddi narahat edir. Məsələ ilə bağlı dəfələrlə şikayət etdiklərini vurğulayan vətəndaşın sözlərinə görə bu səbəbdən uşaqları belə həyata buraxa bilmirlər. Kameralar çəkilib, burada kimsə çəkib görüntüləri paylaşıb. Əlində bıçaq, məhəllə bacağı hamını bezdirib. Bundan qabaq 2024-cü ildə də eyni hadisə olmuşdu. Bir nəfər uşağı 2 dənə ayağından bıçaq vurmuşdu. Gəldi polis tədbir gördülər. Bir gündən sonra da buraxdılar yeni həyətdə. Bizim yəni xahişimiz odur ki, dövlət qurumlarından bu adamla bağlı biz uşaqlarımız var, körpə övladlarımız var. Bunları həyətə buraxa bilmirik. Bununla bağlı ya xəstəxanaya yerləşdirsin, ya bunun övladları var. Biz bilirik bunun 5 oğlu, 5 qızı var. Atıblar, bura çıxıb gediblər, zəng eləyirik, deyirik, tapşırıq. Bir ağsaqqalı olsun, bəlkə uşaqları şey eləsin, deyir, neyinirsiniz eləyin. Yəni bu adam ya xəstədirsə xəstəxanaya yerləşdirin, ya ilə uşağı gəlsin. Yəni belə bir tədbir görür, xahiş edirəm. Adı hadisədə çəkilən Şahüseyn Qəmbərovun yaşadığı evə baş çəkdi. Suallarımıza o özü belə cavab verdi. Top ilə oynayırlar, mən təzə uzanmışam xəstəyəm. Qoymurlar ki, mən uzanım yanım. Burada top ilə oynayıb, vururlar pəncərəyə zazazaz. Deyirəm, vurmuyor, pəncərəyə zaza vurmuyor. Da gecə oyanda oynayır. Deyirəm, yox, biz gərək burada oynayır. Bəs bıçağı niyə götürüb uşaqların üstünə cumursan ki? Hə? Bəs bıçaq olur əlində, bıçaqla niyə cumursan uşaqlara? Vurmuşam uşağı, öldürmüşəm uşağını. Belə şey olar. Daxil olan məlumata görə artıq faktla bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Nizami Rəsulov xüsusi olaraq Dinas TV üçün.